Azərbaycanda tez-tez istifadə olunan o kasıb söhbətlər. 3 gündür mədəm öldürür məni, üstünə sağlıq. Açığı borcuna görə götürürəm ki, bütün kreditlərin hamısını istəyirəm bağlayam. Biləm ki, ancaq bir yer ödəyirəm də ha. Abi salam. O salamı da elə verir ki, bilirsən ki, onu dalayacaq mütləq nəsə istəyəcək səndən. Uşağın ruzusu özü ilə gəlir qardaş. Köpək uşağı havaya nəsə buraxırlar. İş tapana kimi gözdə çıxma. Mədəm joga verir. Əvvəl pulun bərəkəti də var idi. Qaqa birlə vur. Söhbət pulda deyil, tüpürüm o pula. Abi kartında pul var. Kondisioner xəstəlikdir. Deyirəm yaz 4098 5844. Çətini ölgəşənə qədərdir. Kartımdan nə söz özünə pul çıxırlar. O vaxtı burada torpağın qiyməti heç neçə idi. İndi od qiyməti nədir? Qardaşım bir dənə Wi-Fi deyərdin də, parol nədir? Ağlın olsun ha bala, dirək pulunu al. Sən öl dirəşməsən o sənə pul zad verən deyil. Batacaq pulun. Klokun altından tut. Qarnını yalandan o soqla, suyla, boş-boş şeylərlə doldum. İndi ət gələcək, biraz səbirli ol. iPhone-u işlədə bilmirəm, yoxsa çoxdan alaram. Əvvəl mümkün idi, olurdu. İndi üstünə yaman düşüblər. Köhnəni al biraz yavaş-yavaş sür. Sonra Allah qoysa imkanı olar, lap gedib təzəsini alarsan. O da hardasa bizim pulla eləyir 10.000.